Salam, xoş gördük hər birinizi. Bu günlərim əzilməyən, dəndən, qabığı soyulmayan göğən mürəbbəsi hazırlayacağım. Hazırlamaya keçmədən öncə kanalıma dəstək üçün abunə olub bəyənməyi və videolarımı sonradan izləməyi unutmayın. İndi isə keçək hazırlanma qaydasına. Gördüyünüz kimi mən belə bu cür bərk göğəmlərdən istifadə edirəm. Göğəmləri yuyub suyu çəkildikdən sonra çəngəllə hər tərəfini deşləkləyirəm. Meyvənin hər tərəfini yaxşı deşikləmək lazımdır ki, şirə yaxşı canına hopsun. Şirə nə qədər yaxşı canına hoparsa, mürəbbəmiz o qədər gözəl alınacaqdır. Mən 2 kilo meyvə almışdım. 2 kilo meyvədən 1 kilo 200 qramı qaldı. O 1 kilo 200-də şəkər tozu əlavə edib, stəkan yarımda su əlavə edib şirə hazırlayacağam. Daha sonra isə şirə soyuduqdan sonra meyvələrimizi şirəyə əlavə edəcəm. Meyvələri çəngəllə deşib bitirdikdən sonra şirə hazırlayıram. 1 kilo 200 qram şəkər tozu əlavə edib, stəkan yarımda su əlavə edib, ocağın üzərində şirə qaynayıb şəkər tozu su halına gəlindikdən sonra ocağın altını söndürəcəm. Şirəmiz soyuyub ilıq hala gəldikdən sonra meyvələrimi əlavə edəcəm. Artıq şəkər tozu yaxşı əriyibdir. Şirəmiz yaxşı qaynadıqdan sonra ocağın altını söndürürəm. Şirə ilıq hala gəldikdən sonra meyvələrimi əlavə edirəm. Meyvələrimi şirəyə əlavə etdikdən sonra meyvələri ehtimallı şəkildə şirəyə batırmaq lazımdır ki, hər tərəfi şirənin içərisinə batsın. Meyvələr öz şirəsini çıxarmalıdır. Gözlədirəm ki, meyvələr şirəsini tamamilə çıxardıqdan sonra ocağın üstünə qaynatmağa başlayacağam. Artıq göğəmlər öz şirəsini çıxarıbdır. İndi isə ocağın üstündə zəif xodda qaynatmağa başlayıram mürəbbəmizi. Mürəbbəmiz ocağın zəif xodunda qaynamağa başlayıbdır. Ehtiyatlı şəkildə yavaş-yavaş qarışdırıram ki, əzilməsin. Qaynara düşdükdən 1-5 dəqiqə sonra ocağın altını söndürəcəm. Bir gün axşama mən belə bu qaydada gözlədəcəm. Səhərsi günü yenidən tamamilə hazır oluncayədək bişirəcəm mürəbbəmizi. Artıq mürəbbə qaynayıbdır. İndi isə ocağın altını söndürüb gecədən səhərə kimi gözlədəcəm. Səhərsi günü yenidən qaynadacağam. Mürəbbəmiz bir gecə gözlədik. İndi isə ocağa yenidən qoyub tamamilə bişirməyə başlayıram. Ocağın zəif xodunda mürəbbəmiz qaynamağa başlayıbdır. Mürəbbənin üzərində olan köpükləri mən yığmıram. Ən sonunda mürəbbə tamamilə bişdikdən sonra ocaqdan götürəndə salfetka vasitəsilə yığmağa başlayacağam köpüklərini. Artıq mürəbbəmiz hazırdır. Gördüyünüz kimi iri-iri qabarcıqlar çıxırsa, bu o deməkdir ki, mürəbbəmiz hazırdır. Gördüyünüz bu qaydada şirəsini də yoxlayıram. Şirəsi salfetkanın canına hopursa, artıq mürəbbəmiz hazırdır deməkdir. Ocağın altını söndürüb, üzərində olan köpükləri salfetka vasitəsilə yığıram. Gördüyünüz bu qaydada salfetka vasitəsilə köpüklər yığarkən mürəbbəmizin şirəsi israf olunmur, yəni ki, köpükləri gedir, sadəcə şirəsi getmir. Ləyəni bu cür sağa sola sirkələyərək köpüyü mərkəzə doğru, ortaya doğru toparlayıb, qalan köpükləri də salfetka ilə götürməyə başlayıram.
və budur dəndən qabığından soyulmayan qıpqırmızı göyəm mürəbbəsi hazırladım. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm və mənə hələ də dəstək olmamısınızsa dəstək olmaq üçün kanalıma abunə olub videolarımı sonuncan izləyib bəyənərsəniz çox sevinərəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə hələlik.